Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin ve la'netullah ala dahim ecmain. Deməli, əzizlər, Muhammed Hənəfi haqqındakı danışırıq. Mövzumuzun davamı olaraq qeyd edəcəm ki, Muhammed Hənəfiyə 2-ci xəlifənin xilafəti vaxtı dediyimiz kimi dünyaya gəldiyi daha çox qeyd olunub mənbələrdə və uşaqlığı Ömər ibn Xəttabın xilafəti onun dönəminə düşübdü və cavanlığının ilkin çağları da Osman ibn Əffanın hakimiyyətinə uyğun vaxtda olubdu. Bəzi mənbələrdə Muhammed Hənəfiyyənin öz dilindən nəql olunmağına görə deyilir ki, Ömər ibn Xəttab bir gün evinə gələndə Muhammed Hənəfiyyənin bacısı Ümmü Gülsümün evinə qonaq gəldiyini görür, çox sevinir, onu qucağına alır, oxşayır və ev əhlinə ona şirniyyət verin deyə göstəriş verib. Bunda Zəhəbi öz tarix kitabında 6-cı cildin 184-cü səhifəsində İbn Əsakir də Tarix-i Mədinə-tü Diməşq kitabının 54-cü səhifəsinin 54-cü cildinin 334-cü səhifəsində nəql edib. Bundan başqa hətta atasından əvvəl xilafət məqamında olan 3 xəlifənin zamanına aid belə deyək Muhammed Hənəfi haqqında gələn qırıq-qırıq məlumatların birində çox cüzi məlumatlar sızıbdır. 3-cü xəlifə Osman ibn Əffan evinin müsəlmanlar tərəfindən mühasirəsi vaxtında xəlifə müdafiə olunmalı idi və buna görə də əleyhissalamı köməyə çağırır. Muhammed əleyhissalamın qolundan tutaraq Osmanın köməyinə getməyini istəmədiyini deyir. Hətta ona mane olmağı da qeyd olunur. Ki, İmam Əleyhisselam da bu işə görə ona göz ağartsa da Muhammedin valla onlar səni öz təhlükəsizliklərini təmin etmək üçün girov götürürlər deyə izah etməyə çalışır və əmmaməsini bir nəfərlə göndərərək xəlifənin ölümünün qarşısını almağa çalışır. Ki, bunu da Bəlazuri Ənsab-ül Əşraf kitabının 5-ci cildinin 587-ci səhifəsində gətirir. Hətta başqa bir yeri deyilir ki, məsələn, İbn Əbil Hədid Mötəzili nəql ki, Nəhs Bələğin şərhindəki əleyhissalam övladları Həsən və Hüseyni aleyhissalamı köməyə göndərirlər 3-cü xəlifə. Yenə bu da həmçinin bu rivayət də zəifdir və etimad olması deyil. Çünki zaten artıq Ayşənin fətvasına əsasən ki, öldürün bu nəsəli qoca kaftarı, yəni Yahudi nə deməkdir, Osmanın ölümünə ki, fətva vermişdi, artıq cəmaat qalxmışdı, səhabələr belə o qətldə iştirak eləmişdi. Ki, Əli əleyhissalamın təbii ki, orada iştirak etməsi, övladların da orada iştirak etməsi elə təhlükə baxımından çox ciddi bir hal idi. Çünki onların da hətta qətlə yetirilməsi ehtimalı da mövcud idi oradakı o Osmanı müdafiə edirlər deyib adı altında onları da elə bəhanə tapıb aradan götürsünlər. Mahiyyət də buydu ki, əksinə Mərvan ibn Həkəm Məlun da bundan sui-istifadə edirdi. Əleyhissalamı onun köməkçisi olmağı da ittiham edirdi. Ki, yəni həmin vəziyyətdə ki, Osmanın özünə yox, onun qətlinə səbəb olanlara, onu öldürməyə qalxanlara dəstək olursan deyə Həzrəti Əleyhissalam da bu cür ittiham edirdi. Və üsyançılarla əlbir olmaqda ittihamın nəticəsində Osman öləndə qanunun da Əleyhissalamın üzərində qalma ehtimalı var idi ki, elə o da axırda baş verdi. Ki, Muhammed Hənəfiyyənin onsuz da 3-cü xəlifə Osman ibn Əffandan xoşu gəlmirdi. Və deyil, onun haqqında da belə deyərdi ki, Osman onları açana qədər zəlalət qapıları bağlı idi. Mərhum Allah Məclisi Biharda 31-ci cildin 308-ci səhifəsində bu rivayətə nəql edir ki, Muhammed Hənəfiyyət də onun üçün belə bir söz işlədirdi. Yəni, Osman zəlalət qapılarını açdı. Yəni, o olmasaydı, zəlalət qapıları da insanların üstünə açılmazdı. Və bir çox kitablara biz baxdıqda görürük ki, Əleyhissalamın Muhammedə ehtiramı
olubdur, nəzakəti, nəvazişi olubdur. Ey əziz oğlum deyərək xitab etməsi, onunla söhbətlər edib məsləhətlər verməsi, vəsiyyətlər eləməsi biz görə bilərik. Və İmam Həsən, İmam Hüseyn əleyhissalamla ikisi də Peyğəmbər sallallahu nəvələri olduqları üçün Əli əleyhissalam onlarla ataları kimi yox, öz səviyyəsində olan insanlar kimi davranırdı. Amma Məhəmməd Hənəfi isə əleyhissalamın İmam Həsən və İmam Hüseyn əleyhissalamdan sonra başqa xanımdan dünyaya gələn ilk oğul övladı olduğu üçün ona xüsusi diqqət edirdi. Hətta Məhəmməd Hənəfiyə həmişə İbni deyə müraciət edirdi, yəni mənim oğlum. Amma İmam Həsən və İmam Hüseyn əleyhissalama xitab eləyəndə ki, İbn Rasulullah deyə xitab eləyərdi. Yəni Peyğəmbərin oğlu mənasında. Həmçinin əleyhissalamın övladı haqqındakı soruşanda Məhəmməd, o Məhəmmədlərdəndir ki, günah və Allahın əmrlərindən boyun qaçırmaqdan imtina etmişdir, deyirdi. Yəni, həmin övladı haqqında, Məhəmməd Hənəfi haqqında ki, deyir, bu Məhəmməd, o Məhəmmədlərdəndir ki, günah və Allahın əmrlərindən boyun qaçırmaqdan imtina edirdi. Bu cür şəxsiyyətdir. Əli əleyhissalam hətta Muhammedin tərbiyəsinə xüsusi diqqət ayırırdı. Hər hansı məclisdə olsa, onu da yanında otuzdururdu, cəmiyyətdə olan qaydaları başa salırdı, ədəb-ərkanı ilə məşğul olurdu. Hətta onlardan bir nümunəsi var ki, bir kişinin öz oğlu ilə birgə onlara qonaq gəlib yemək yedikdən sonra Əli əleyhissalamın kişinin əlinə su tökməsi, Məhəmmədin də o kişinin oğlunun əllərindən su tökməsi hadisəsidir ki, Əli əleyhissalam orada oğlu Məhəmməd dedi ki, ey oğul, əgər bu kişinin oğlu mənim evimə tək gəlsəydi, o zaman onun əllərinə mən özüm su tökərdim. Lakin atası ilə gəlib, atasının əllərinə mən su tökdüm, indisi oğlum da əllərinə mənim oğlum su töksün. 13-14 yaşlarında olan Məhəmməd atasının dediyini edir və həmin gəncin də əllərinə su tökür. Bu hadisət də əleyhissalamın oğlu Məhəmmədə hər bir vəziyyətdə necə hərəkət eləməli olduğunu öyrətməsi üçün bir nümunədir, açıq nümunədir. Bu rivayətlər də çoxdur. Məsələn, İbn Şəhrəşud Mənaqib kitabının 2-ci cildinin 105-ci səhifəsində, 169-cu səhifəsində, mərhum Əllam Məclisi Biharın 41-ci cildinin 56-cı səhifəsində nəql edibdir. Ki, mahiyyət olaraq həmçinin Muhammed Hənəfiyə az yaşlarından atasının məsləhətləşdiyi şəxslərdən olurdu. Yəni, tarix kitablarında əleyhissalam öz xilafəti dövründə baş verən hadisə və çətin qərarlarda məsləhətləşmək üçün oğlu Muhammedə dəvət edirdi. Məsələn, İbrahim Əl-Kofi Əl-Gharat əsərinin 78-80-ci səhifələrində bu haqda tarixi rivayətlər də gətirir ki, biz də bunun şahidi oluruq. Yəni, bütün bu zikr elədiklərimizi toplasaq görərik ki, yaşının az olmağına baxmayaraq, əleyhissalamın övladının şəxsiyyət kimi baxmasının, yəni Muhammed Hənəfiyə dəyər verməsinin nümunələridir ki, bunlar dövlət məsələlərində onu da müşavirəyə dəvət edib fikirlərini öyrənirdi. Yəni, bir tərəfdən də oğlunun dövlət işlərində bişməsi üçün onu, belə deyək, hazırlayırdı. Həm də əleyhissalam oğlunu az yaşlarından artıq siyasi məsələlərlə tanış edirdi. Və onu siyasətdən də tam uzaq tutmurdu. Yəni, artıq onun arenaya yaxın tuturdu. Niyə? Çünki bütün hadisələrin gedişatın içərisində Əli əleyhissalam və onun ailəsi də mövcud idi, var idi. Hətta Bəlazuri Ənsab-ül Əşraf kitabının 2-ci cildində 169-cu səhifəsində yazır ki, bir gün Əli əleyhissalamın ətrafından olan bir kişi onun evinə gəlir və İmam Həsən və Hüseyn əleyhissalamla da orada olur və onlara hədiyyə gətirir. Ağlara hədiyyə gətirir və orada diyanın mənzərəni görən balaca Məhəmməd ona hədiyyə vermədiklərini görəndə halı pis olur biraz. Məhəmmədin halını görən əleyhissalam narahat olur və əlini oğlunun çiyninə qoydu ki, oğul, onlar Peyğəmbərin övladlarıdır, sən isə mənim oğlumsan. Və bu sözlə də onun könlünü alır. Deyir, hədiyyələri gətirən kişi də çıxır gedir və təzədən əleyhissalamın evinə qayıdır. Deyir, bu dəfə də əlində Muhammed Hənəfiyyə üçün başqa bir hədiyyə götürüb gəlmişdi. Və hətta bir gün deməli Şeyx Müfid rəhmətullah Əl-İxtisas kitabında 284-cü
səhifəsində, həm də Şeyx Həsən Səffarda Bəsair Dərəcə kitabının 7-ci səhifəsində nəql edir ki, bir gün Əleyhisselam qılıncını deyir, qınından bir kağız çıxardı, övladlarını çağırdı yanına, deyir, əlində tutduğu bir neçə ilə qatlanmış kağızı böyük oğlu İmam Həsən Əleyhisselama verdi, xəncəri də çəkib ona verdi və o kağızı açmağını istədi. İmam Həsən Əleyhisselam kağızı baxdı ora burasına, istədi əli ilə açsın, bacarmadı. Ki istədi sonraki o qatlanmış yerdən atasının verdiyi xəncərdən kəsib atsın, o da alınmadı. Sanki kağız bir taxta parçasına bükülmüşdü. Yəni taxta kimi idi də, elə bir hər tərəfi bağlı idi. Və Əleyhisselam kağızı ondan alır, əlinə götürməyi və bir-birinin ayırması üçün öz əlinə alır və onu açır. Sonra yenidən İmam Həsən Əleyhisselama verir ki, al oxu. İmam Həsən Əleyhisselam deyir, onu oxumağa başlayır. Əlif, bə, sin, ləm belə başlayırmış məktub. Deyir, orada bütün hərflər yazılmışdı. Və İmam Həsən Əleyhisselam onların hamısını oxudu. Sonra Əleyhisselam kağızı ondan geri istədi. Əlindən aldıqda yenidən qatladı. Və sonra İmam Hüseyin Əleyhisselam verdi. İmam Hüseyin Əleyhisselam da qardaşı İmam Həsən Əleyhisselam kimi nə qədər çalışdı, o qatlanmış kağızı aça bilmədi. Sonra Əleyhisselam kağızı yeni geri aldı, açdı, yenidən geri qaytarıb İmam Hüseyin Əleyhisselama verdi ki, oxusun. Kağızın içindəkiləri ki, İmam Əleyhisselam oxudu, qutardı. Sonra Əleyhisselam kağızı ondan geri aldı, götürdü. Sonra yenə qatladı. Sonra oğlu Muhammed Hənəfiyə verdi və kağızı verib dedi ki, aç onu, oxu. Muhammed Hənəfiyə də aça bilmədi. Əleyhisselam kağızı onun əlindən aldı, açdı və təzədən verdi. Muhammed Hənəfiyə də kağızı əlinə götürdü, diqqətlə baxdı və ondan heç bir səs çıxmadı. Kağıza sanki bir əvvəlcədən yazdığın nə olduğunu bilmirmiş kimi baxırdı da, belə deyək. Çox çalışdı da heç nə edə bilmədi. Əleyhisselam sakitcə kağızı ondan geri istədi, qatlayaraq yenidən qınına yerləşdirdi, yəni qına qoydu, qılıncın qabına. Bu rivayət edir İmam Sadiq Əleyhisselamdan, belə deyək də, eşidənlərdən biri də Əbu Bəsirdir ki, deyir, ya Əbu Abdullah, İmam Sadiq Əleyhisselam xitabı ki, o səhifədə nə yazılmışdı ki, yəni o hərflər ki vardı, onun nə idi mənası? İmam Sadiq Əleyhisselam deyir ki, bu hərflər hər biri 1000 hərfə açan hərflər idi. Bu saata qədər həmin hərflərdən cəmi ikisi aşkara çıxır. Yəni, rivayətlərdə də bilinən həmin səhifənin ilahi bir aləmlə bağlılığı, ilahi bir elm olması, imamların məxsusi yalnız bunu bilməsi məsələsini ortaya qoyur ki, təbii ki, bu elmdə bizə bəlli deyil, yalnız Allahın höccətləri bilirlər. Amma sonradan bəzi mənbələrdə gəlir ki, İmam Hüseyin Əleyhisselam Muhammed Hənəfiyə bir kağız verir, bəzi hadisələri danışan bir səhifə verir ona, belə deyək, və onun vasitəsilə Muhammed Hənəfiyə müəyyən hadisələrdən xəbərdar olur. Hətta belə bir rivayət nəql olunur ki, məsələn, İbn-i Xəlləkanın Qafayetul Əyyam kitabının 4-cü cildin 170-ci səhifəsi, həm də İbn İməd Həmbəlinin Şəcəratül Zəhəb kitabının 1-ci cildinin 331-ci səhifəsi ki, Amulinin Əd-Durrun Nəzim kitabının 439-cu səhifəsində ki, nəql olunur ki, belə bir hadisə çox güclü olması haqqındadır Muhammed Hənəfiyyənin. Deyir, bir gün Əleyhisselam evin həyətində silahlara baxırdı və ətəyindən biraz uzun olan bir zirəhi görür və əlinə götürüb oğlu Muhammed Hənəfiyə verir ki, oğul, al bunu, apar dəmirçiyə. Yəni, deyir, barmağı ilə göstərir ki, yəni hansı hissələri eləmək lazımdır ki, buyurur ki, Mövlamız, bax, bu hissədən kəssin. Deyir, həmin vaxtı ki, Muhammed Hənəfiyə yeni yetməkdir, dəmir halqalı hörmə zirəhi alıb, atası təyin etdiyi hissəyə baxdı, kəlbətin gün barmaqları ilə həmin yerdən yapışdı, parçaladı, onu qopartdı. Deyir, Əleyhisselam razılıqla başını yerlədi, təbəssüm etdi. Şahidlər bu hadisəni başqalarına danışdılar, başqaları da getdilər, başqalarına danışdılar. Deyir, nəhayət hətta söhbət gedib Abdullah ibn Zübeyrin qulağına çatdı. Deyir, özünü həmişə Muhammed Hənəfiyə ilə müqayisə edən bu şəxs çox
əsəbləşir və onun haqqında heç eşitmək istəmədiyini iqrar edir. Ki, mən onun haqqında heç eşitmək istəmirəm. Çünki Əleyhisselamın ailəsi ilə düşmənçilik eləməyi, onun Muhammed Salavatıllah'a qarşı paxıllıq etməsinə, həsəd aparmağına səbəb olmuşdur nəticə olaraq. Yəni, belə deyək ki, Abdullah bin Zübeyir Əleyhisselamın Peyğəmbər Salavatıllah'ın soyundan olan oğulları Həsən və Hüseyin Aleyhisselamla özünü heç çox müqayisə edə bilməyəcəyini yaxşı bilir. Çünki təkcə əsilzadəlik baxımından onların elə Abdullah'dan daha üstün olmağı kifayət eləyirdi. Amma Əleyhisselamın başqa oğullarının da heç biri Muhammed qədər nüfuzlu değildi. Muhammed həm böyük oğlu idi, həm də nüfuz sahibi idi. Həm də güclü bir gənc idi. Ona görə də Əleyhisselamın ailəsinə, Ali Əlidən, yəni düşmənçilik edilən İbn Zübeyir özünü həmişə Muhammed Hənefi ilə müqayisə edirdilər. Yəni, onun hansısa bir işdə özündən üstün olduğunu görəndə və eşidəndə paxıllığından deyil, çox qəzəbli hal tuturdu onu. Hətta İbn Əbülhədid Ümeyyə övladlarının Haşimi övladları, oğulları fəzilətini müqayisə eləyəndə məhz Peyğəmbər Salavatullahın görə bilmədiyi, amma böyük şəxsiyyət olan Muhammed Hənefiyyənin Züleyhi Əli ilə parçalamaq hadisəsini də gətirərək Haşimlərin fəzilətlərini aid edir və qarşı tərəfdən heç kəs belə bir şey də bilmədiyinə görə Haşimlərin daha fəzilətli olduğunu deyibdir. Ki, həmçinin də Məhəmmədi bu işindən dolayı yolla belə deyək də Bəni Haşimin fəxri adlandırdıqlarını da qeyd edirdilər. İnşallah nəsib olsa biz gələn mövzularda onun döyüşlərdə atasının yanında necə qəhrəmanlıq göstərdiyi nəticədə necə güclü bir qorxaq yox, qorxmaz bir igid olduğunu ki, tanışdığını keçirib şahidi olacaq. Vəlhəmdülillah Rabbil aləmin.